Bugün Azərbaycan dünyada təkcə bölgənin gücü kimi deyil, həm də sülh təşəbbüskarı kimi tanınır. Ölkənin, onun rəhbərliyinin dialoq və əməkdaşlıq çağırışları regionda sabitliyi, o cümlədən də təhlükəsiz gələcəyə aparan yolu formalaşdırır ki, bu isə cavabsız qalmır. Uzun illər gərginlik və qarşıdurmalarla yadda qalan Cənubi Qafqaz bugün yeni bir mərhələnin astanasındadır. Azərbaycanın reali sürdüyü sülh təşəbbüsü region üçün yalnız siyasi dialoq deyil, sabitlik, əməkdaşlıq və ortaq gələcək mesajıdır. Bu təşəbbüs region ölkələri üçün də böyük imkanlar açır və bölgəyə inkişafın yeni dalğasını vəd edir. Dünyanın qarışıq bir dönəmində bu kimi mənzərənin müşahidə edilməsi isə sözsüz ki, öz-özünə yaranmayıb. Azərbaycan liderinin bölgədə yaratdığı yeni reallıq, sülhə niyyətlənən önəmli addımlar atması beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilir və həm də etiraf edilir. Elə təqdim olunan mükafatlar da bölgədə sülhün təmin olunması, uzunmüddətli sabitliyin bərqərar olması və qarşıdurmaların dialoq yolu ilə həllinə verilən bir qiymətdir. Azərbaycanın 2020-ci il müharibəsindən sonra ordunun gücünün ən pik səviyyəsində ordunu saxlaması, sülh təşəbbüslərindən çıxış etməsi həmin dövrdən elə Azərbaycanın o sülh təşəbbüslərindən marağının necə olduğunu görürdü. Və eyni zamanda əgər Azərbaycan istəməsəydi, yəni hərbi güclə prosesləri həll etmək istəsəydi, proseslərin sülh yolu ilə davam etməsi, indiki formada alması bəlkə də olmazdı. Azərbaycanın prosesləri hərbi güclə həll etmək üçün kifayət qədər resursları var idi, amma Azərbaycan öz gücünün ən pik nöqtəsində bunu dayandırdı və sülh təşəbbüslərinə üstünlük verdi. Mən hesab edirəm ki, elə tək o addım özü kifayət qədər ciddi beynəlxalq ictimaiyyətin diqqətinə layiqdir və hesab edirəm ki, elə bu mükafatla da müəyyən bir başlanğıc nöqtəsi qoyulur. Mən belə hesab edirəm ki, elə Azərbaycan və Ermənistan liderləri ABŞ liderlərlə yanaşı elə Nobel mükafatına da layiq olmalılar. Azərbaycan dünyada sülh təşəbbüsçüsü kimi artıq özünü təsdiqlədi. Elə təqdim olunan mükafat da ölkənin bölgədə əməkdaşlıq və sabit gələcəyi prioritet seçdiyinin beynəlxalq təsdiqidir. Bəli, bu bir nümunədir, həm də mesajdır. Sülh mümkündür və o artıq Astanadadır mesajı. Bətvarə Nəbiyeva, Nadir Cəlilov, Space.